Mövzumuz belədir. İdarə etmə uçotunun əsasları. Yenə deyirəm, ingilis dilində qarşılığını verirəm, çünki daha çox bu terminləri ingilis dilində biz görürük. Yəni Foundations of Management Accounting. Və datadan qərar verməyə olan proseslərə baxaq. Data nədir? Qərar vermədə hansı proseslər var və data buna necə təsir eləyir? İlk öncə özümü təqdim edeyim. Nuraniyə Novruzova hal-hazırda böyük bir qrupda baş maliyyə analisti kimi, baş biznes analisti kimi çalışıram. Eyni zamanda Microsoft sertifikasiyalı təlimçiyəm. Daha çox Excel təlimləri, amma bununla bərabər digər ofis proqramlarında tədris edirəm. Korporativ şirkətlərlə işləyirik. Bizim Excellent adında consulting və tədris mərkəzimizdə fəaliyyət göstərir. Paralel olaraq YouTube kanalımız da var. Hansı ki, həmin kanalda biz davamlı olaraq Excel-ə aid digər proqramlaşdırma və yaxud digər proqramlara aid texniki biliklər paylaşırıq. Abunə ola bilərsiniz. Burada bizim Instagram səhifəmizin QR kodunu skan eləməklə səhifəmizi izləyə bilərsiniz ki, davamlı olaraq yeniliklərdən xəbər tutasınız. Gəlin keçək əsas mövzumuza. Deməli, datadan qərar verməyə, əvvəlcə proqramla tanış olaq. Webinarımızın proqramı nədən ibarət olacaq? Bizdə burada birinci nə haqqında danışacağıq? Data və informasiya terminlərini bir-birindən ayırmaq. Bunların arasında fərq nədən ibarətdir? Daha sonra gəlir düzgün informasiya, yəni yaxşı informasiyanın əsas xüsusiyyətləri nədir? Yəni hansı xüsusiyyətlərdir ki, o düzgün, doğru informasiya sayılsın? Digər bir mövzumuz olacaq artıq idarə etmə prosesi və həmin prosesin mərhələləri. Gəlir birinci planlaşdırma, qərar vermə və sonuncu mərhələ artıq nəzarət mexanizmidir. Bizim dördüncü mövzumuz planlaşdırmanın mərhələləridir. Daha doğrusu mərhələ deməyək, səviyyələri. Strateji planlaşdırma nədir, taktiki planlaşdırma nədir və əməliyyat planlaşdırması nədir, operational planning. Müxtəlif burada şirkətdə, hər hansı bir müəssisədə müəyyən mərkəzlər olur. Xərc mərkəzləri, gəlir mərkəzləri, investisiya mərkəzləri və mənfəət mərkəzləri. Bunların arasındakı fərqlər nədir, hər birinin iş mexanizmi nədir? Və ən sonda ümumiyyətlə financial, yəni maliyyə və idarə etmə uçotu. Onları bir-birindən necə ayıra bilərik? Bu mövzuları yaxın 1 saat ərzində sizinlə danışacağıq. Sualınız olarsa yaza bilərsiniz çata və yaxud elə birbaşa bizə deyə bilərsiniz, yəni interaktiv ola bilər. Data, informasiya. Data nədir? Və informasiya nədir? Mən düzdür slayda keçdim, amma bəlkə sizin də bir əlavələriniz olar. Siz necə başa düşürsünüz datanı, informasiyanı? Hansı daha doğru bir məlumat sayılır? Biz datadan çıxa bilərikmi hesabatlarımızın hazırlanmasına və yaxud rəhbərlik qarşısında məlumat vermək, yoxsa bunu informasiya halına gətirməliyikmi? Salam. Salam, Cəfər. Məncə data xam məlumatdır. İnformasiya isə onun nisbətən təhlil edilmiş və sistemləşdirilmiş vəziyyətdir. Yəni informasiya daha yaxşı qərar vermək üçün. Bizə məişətdə, gündəlik həyatda, iş mühitində nə gəlir ən birinci? Data gəlir. Yəni biz əslində hal-hazırda yaşadığımız dövrdə çox böyük həcmdə, nəhəng həcmdə data ilə üzləşmişik. Biz bunu sosial mediadan da alırıq datanı, hər gün minlərlə vizual data, audio data, yazılı data ola bilir burada, səhiyyə sistemindən, təhsil sistemindən, yəni hər yerdə, belə deyək də, çox müxtəlif formatlı datalarımız var. Bəzən olur eşidirsiniz ki, yəni beyin yüklənir artıq məlumat çoxluğundan. Amma bunlar xam məlumatlardır sizin dediyiniz kimi. Datanın çox müxtəlif tipləri var. Hərflər, simvollar, yazılar, bayaq vurguladığım kimi vizual datalar, audio, səslər və s. Amma bunlar bir axın olaraq hər gün gəlir. Bəzən eşidirsiniz big data deyirlər. Bunu emal edib də biz informasiya halına gətiririk. Çünki hər data anlamlı olmur. Biz onu mütləq şəkildə emal edirik, mənalı hala gətiririk. Çünki artıq onu təqdim elədiyimiz şəxs üçün anlamlı vəziyyətə gətirir. Və məhz informasiya artıq qərar qəbul edilməsində mühüm rola malikdir. İndi gəlin baxaq, bəs yaxşı informasiya deyəndə, bu məlumat deyəndə mən nəyi nəzərdə tuturam? Belə bir akronim var, accurate. Accurate sözünün özü ilə məna olaraq səliqəli deməkdir, daha dəqiq, səliqəli və s. Amma yaxşı informasiya deyəndə bunların hər birinin baş hərfindən yola çıxacağam. Dəqiq, elə E hərfinin özü. Yəni yaxşı informasiya deyəndə biz o deməkdir ki, səhvlərdən uzaq olmalıdır. Həqiqəti əks etdirməlidir. İkincisi C hərfi complete. Yəni bizim təqdim elədiyimiz informasiya tam olmalıdır. Hansısa lazımsız, yəni o dərəcədə əhəmiyyətli olmayan informasiyanı biz detalları kənara qoya bilərik. Növbəti C hərfi cost effectivedir. Səmərəli, xərc baxımından səmərəli. Yəni biz o informasiyanı emal edərkən biz onun əldə edilməsində olan xərcləri də nəzərə almalıyıq ki, daha səmərəli formada emal edə bilək. Daha sonra gəlir U hərfi, understandable, yəni anlaşılan. Burada nəyi nəzərdə tuturuq? Məsələn, hansısa bir informasiya, məlumat, hesabat hazırlayırsınızsa, onu çox gərəksiz terminlərlə və s. məlumatlarla yükləmək lazım deyil. Çünki deyək ki, mən maliyyə işçisiyəm, böyük bir hesabat hazırlamışam, amma onu maliyyədə olmayan qeyri-maliyyəçi şəxslərə, rəhbərlərə təqdim eləməliyəm. Bu halda mənim ən böyük üstünlüyüm o olmalıdır ki, biz bu informasiyanı, hesabatı maksimum anlaşılan formada təqdim edə bilək. Relevant gəlir, uyğun, yəni məlumat, mövzuya, qərara, məsələyə birbaşa aid olmalıdır, belə deyək.
Növbətisi olacaq accessible, yəni buna əl çatan deyirlər. Məlumat düzgün kanalla menecerə vaxtında çatdırılmalıdır. Düzgün kanal deyəndə deyək ki, sizdən soruşum, düzgün kanal deyəndə necə başa düşürsünüz? Məsələn, hansısa bir məlumatı bölüşməyin hansı kanalları var? Ola bilər. E, Deyək ki, şirkətin illik mənfəət zərər hesabatını hazırlamısınız. Bunu hansı halda siz rəhbərliyə təqdim eləməlisiniz? Hansı kanal vasitəsilə? Ən düzgünü hansı ola bilər? Ə, Rəsmi məlumatları adətən rəsmi kanallarla göndərmək daha vacibdir. Belə deyək də, şirkətin müəyyən siyasətinə uyğun olaraq daxili platformalar vasitəsilə, deyək ki, WhatsApp üzərindən və s. burada qeyri-rəsmi kanallardan istifadə eləmək düzgün sayılmır. Və ən əsası da indi növbətiyə gələcəm. Məlumat mütləq şəkildə timely, yəni vaxtında olmalıdır. Vaxtında deyəndə biz deadline-ları nəzərdə tuturuq. Əgər hansısa bir qərarın verilməsində hansısa bir informasiya gərək varsa, onu mütləq şəkildə vaxtında etməliyik ki, qərarın qəbul edilməsi gecikməsin. Deyək ki, biz hansısa bir proyektə investisiya eləmək istəyiriksə, bu investisiyanın qoyulması üçün müəyyən bir vaxt var, müəyyən zaman var. Deyək ki, yay ərzində hansısa bir proyektə həyata keçirəcəyik, çünki soyuq aylar üçün bu aktual olmaya bilər. Bu halda biz onu gecikdirmədən lazımi vaxtında rəhbərliyə lazım olan məlumatları verəcəyik. Və ən sonuncusu gəlir istifadəsi asan olan mərhələ. Bunu da yenə demək olar ki, bizim ümumi bütün xüsusiyyətlərin cəmidir. Elə şəkildə təqdim olunmalıdır ki, menecerlər onu dərhal başa düşə bilsinlər. Yəni oxunarlı bir fayl şəklində gətirməliyik.